Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətində irəliləyiş əldə etdiyini və 2 yaşayış məntəqəsini ələ keçirdiyini bəyan edib. Buna cavab olaraq Ukrayna qüvvələri Rusiyanın neft emalı zavodlarına və enerji infrastrukturuna zərbələr endirib. Donetskdə təxminən yarım milyon insan elektriksiz qalıb. Nazirlikdən bildirilib ki, bir gecə ərzində Rusiyanın müxtəlif bölgələrində Ukraynaya məxsus 36 PUA vurulub. Bu hadisələr fonunda ABŞ prezidenti Donald Trump Rusiya ilə iş görən hər hansı bir ölkəyə ehtimal ki, İrana da qarşı sanksiyalar tətbiq etmək üçün qanun layihəsinin hazırlandığını bəyan edib. ABŞ Sakit Okeanda narkotik daşıdığı iddia edilən bir gəmiyə endirilən zərbə və Gerald Ford təyyarədaşıyanının Karib dənizində yerləşdirilməsi ilə narkotiklərlə mübarizə əməliyyatlarını gücləndirir. Bu hərbi fəaliyyət narkotik ticarətinə qarşı mübarizə haqqında rəsmi bəyanatlara baxmayaraq, Venezuela prezidenti Nicolas Maduroya təzyiq göstərmək üçün bir addım kimi geniş şəkildə qiymətləndirilir. Venezuela hərbi təzyiqi pisləyib. Eyni zamanda Donald Trump Maduro ilə müzakirələrə açıq olduğunu bildirib. İsraillə Livanla sərhəddə inşa etdiyi divar mübahisələrə səbəb olub. Beyrut və BMT İsraili mavi xətti keçməkdə və Livanın suverenliyini pozmaqda ittiham edir. Lakin İsrail tərəfi bu ittihamları rədd edir. Bu fonda Qəzzə zolağında elan edilmiş atəşkəsə baxmayaraq insan itkiləri davam edir. Atəşkəsin qüvvəyə minməsindən sonra həlak olanların sayı 266-ya çatıb. Rəsmi məlumatlara görə 2023-cü ilin oktyabrından bəri davam edən münaqişədə ümumi ölənlərin sayı 69.400-ü, yaralananların sayı isə 170.000-i ötüb. Çilidə keçirilən prezident seçkilərinin ilk turunda kommunist namizəd Janet Jara 27% səs toplayaraq kiçik bir üstünlüklə qalib gəlib. Lakin ikinci turda 24% səs toplamış ifrat sağçı namizəd Jose Antonio Casla yarışacaq. Jara bank sirrini ləğv etməklə və miqrasiya nəzarətini sərtləşdirməklə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparacağını vəd edib. Jara'nın liderliyinə baxmayaraq ikinci turun favoriti Cas hesab olunur. Çünki sağçı qüvvələrin onun ətrafında birləşəcəyi gözlənilir. Bu, Çilidə və Latın Amerikasında mühafizəkar əhval-ruhiyyənin artmasını əks etdirir. Ekvadorda prezident Daniel Noboa'nın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədi ilə xarici hərbi bazaların geri qaytarılmasına icazə verilməsini nəzərdə tutan referendumu uğursuzluğa düçar olur. Lakin elə həmin gün Ekvador və İspaniya polisi birgə əməliyyatla ölkənin ən böyük narkoqruplaşması olan Los Lobos'un liderini İspaniyada həbs edib. Prezident Noboa, Pipo ləqəbli Vilmer Chavarria'nın həbsini mümin bir uğur kimi qiymətləndirərək referendumla rədd edilən təklifin məhz beynəlxalq əməkdaşlığın effektivliyini genişləndirilməsinə yönəldildiyini vurğulayıb.